Əziz analar, yaxın əyləşin. Bu video məhz sizlər üçündür. Bilirəm ki, sizin ən böyük arzunuz övladınızın yaxşı təhsil alaraq, yaxşı oxuyub gələcəkdə uğurlu bir şəxsiyyət kimi yetişməsidir. Bəli, mən də bir valideyn kimi hər zaman bunu arzulayıram övladlarıma. Əlbəttə ki, bu mümkündür və mən bugün sizlərlə öz təcrübəmi paylaşacağam və məqsədim də bununla bağlı sizə yardım etməkdir. Belə deyək də, əgər uşaq oxumursa, oxumamaqla bağlı bir sıra səbəblər var ki, mən zaman-zaman bununla bağlı videolar çəkmişəm və bir daha da təkrar olaraq qeyd edeyim ki, oxumamağın altında, yəni uşağın öyrənmək istəməməyinin altında bir çox səbəblər var. Səbəblərdən qeyd etsək, məsuliyyətsizlik, iradə zəifliyi, öyrənmə çətinliyi, yəni başqa cür desək, disleksiya, disqrafiya, həmçinin diqqət əksik hiperaktivlik sindromu və özünə nəzarət hissinin aşağı olması və digər səbəblər. Biz bugün məhz səbəblərdən biri olan iradə zəifliyi haqqında danışacağıq və mən burada iradə zəifliyinin öyrənməyə necə təsir göstərdiyini sizə izah edəcəm. Hətta siz bu videonu dinlədikdən sonra, əgər övladınız məktəbə getmirsə, təxminən gələcəkdə övladınız necə oxuya biləcək, yəni uğurlu olacaqmı oxumaqda, onu da təxmin edə biləcəksiniz. Eyni zamanda övladı məktəbə gedib öyrənmədə çətinlik çəkən, oxumaq motivasiyası, öyrənmə motivasiyası aşağı olan valideynlər də diqqətlə dinləsinlər. Bununla sizə maraqlı bir metodikaları izah edəcəm ki, siz bu vasitələrdən istifadə edərək övladınızda olan bu problemi aradan qaldıra biləcəksiniz. Öncə iradə nədir, onun qısaca izahatını verim. Həmişə misallar, nümunələr üzərindən getməyi sevirəm. Belə bir nümunə çəkmək istəyirəm ki, təsəvvür edin ki, siz özünüz çox maraqlı bir serial izləyirsiniz və bu serialın final bölməsi olacaq və siz səbirsizliklə gözləyirsiniz ki, həmin final bölümünü izləyəsiniz. Final bölümü artıq başlayıb və siz belə deyək də həvəslə televizorda izləməyə başlayırsınız və bu zaman yadınıza düşür ki, sizin çox vacib öhdəliyiniz var, tapşırıq var. Onu sabaha çatdırmalısınız və çox önəmlidir və hətta bu sizin gələcəkdə uğurlu olmanıza böyük bir şanslar asa biləcək bir öhdəliyinizdir. Bu zaman siz nə edərsiniz? Əgər ki, belə deyək, filmi davam etməyi seçirsinizsə, bu zaman bu onu göstərir ki, bu iradə zəifliyinin əlamətidir. Əgər ki, siz üçün nə qədər maraqlı olsa da, sizə maraqlı olan o filmi ertələyib, yəni biz buna deyirik ki, zövqü ertələmək, həzzi ertələmək, yəni zövqü ertələyib sizin üçün vacib olan o tapşırığı etməyə yönəlirsinizsə, bəli, sizi təbrik etmək olar. Demək ki, sizdə iradə möhkəmdir. Bu mənada siz iradə zəifliyi, iradəlik nədir? Yəni, düşünürəm ki, bu misal üzərindən sizə aydın oldu. Deməli, əziz analar, əziz valideynlər, iradəlik nədir? Siz bununla tanış oldunuz. Başa düşdünüz ki, iradə birbaşa insanın zövqü ertələyib, həzzi ertələyib, vacib olan öhdəliyini yerinə yetirə bilməsi ilə bağlıdır. Nə qədər ki, o öhdəlik çətin olsa da, cansıxıcı olsa da, sizin övladınız da bax bu cür onun üçün maraqlı olan fəaliyyətləri ertələyib, ona çətin olan tapşırığı etməyə yönəlirsə, demək ki, övladınız da iradəlidir. Və əgər övladınız iradəlidirsə, əmin olun ki, həm də tapşırıqlarında da uğurludur, məsuliyyətlidir və onun gələcəkdə uğurlu bir şəxsiyyət kimi yetişməsi də artıq göz önündədir. Belə deyək, yaxşı, əgər övladınızda iradə zəifliyi varsa və oxumaqda məhz bu səbəbdən çətinlik çəkirsə, biz necə edək ki, övladımız iradə cəhətdən möhkəm olsun? Bax, bununla bağlı bir sıra məsləhətlərimi sizinlə bölüşmək istəyirəm və hər birini ayrı-ayrılıqda qeyd edək. Birinci növbədə, əgər istəyirsinizsə uşağınızda iradə möhkəm olsun, dözümlülük olsun, səbr olsun, bunun üçün onda gözləmək bacarığını yaradın. Bəli, çox sadə bir şeydir gözləmək bacarığı, amma deyərdim ki, 90% uşaqlarda bu gözləmə bacarığı çox zəifdir və bu da birbaşa uşağın iradə zəifliyinin göstəricisidir. Məsələn, siz bunu necə formalaşdıra bilərsiniz uşaqda? Tutaq ki, harasa gəzməyə gedəcəksiniz, uşağa söz vermişsiniz ki, bugün bu tapşırıqları etdikdən sonra və yaxud da filan işlərimi gördükdən sonra mən səni gəzməyə aparacağım. Amma uşaq gedir, gəlir, durmur, ana gedək, ana gedək. Əgər siz təslim olub həmin anda işlərinizi verdiyiniz sözə əməl etməyib və yaxud da o tapşırıq edəcəkdisə əgər ona əməl etməyib, siz onunla gəzməyə gedirsinizsə, dərhal onun istədiyini yerinə yetirirsinizsə, bilin ki, bu mənada uşağınızın iradə zəifliyinə dolay yoluna bax, bu cür addımlarla səbəb olmuş olursunuz. İkinci,
Uşağınıza mütləq hər hansı bir çətin tapşırıq vermisinizsə, ümumiyyətlə tapşırıq vermisinizsə, o işi sona qədər etməsinə səbəb olun. Yəni tələb edin ki, mütləq o uşaq o işi öhdəliyini sonuna qədər yerinə yetirsin. Bəli, araşdırmalar da göstərir ki, əksərən uşaqlar, iradə cəhətdən zəif olan uşaqlar işi yarıda buraxırlar. Yəni hər hansı bir işi görürsə, yarım qalır o iş. Düzdür, ola bilər ki, uşağın öhdəliyi üçün bu iş onun gücünü aşa bilər, çətin ola bilər, amma çətin olduğu halda da belə yenə tapşırığı hissələrə bölmək olar. Tutaq ki, bir tapşırıq 10 hissəyə böldük və biz bu gün deyirik ki, mütləq bu 5 hissə, 5 tapşırıq mütləq bu gün ərzində edilməlidir. Yəni başladığı işi sona çatdırması mütləq şərtdir. 3. Uşağınızın çətinliklərlə üzləşməsini təmin edin. Bəli, nə qədər çətin olsa da, bu xüsusən qoruyucu emosional valideynlər üçün bunu etmək çətindir. Çünki valideyn istəyir ki, hər şeyi hazır uşağına versin. Amma bu mənada da yenə siz uşağınızda iradə zəifliyinə səbəb olmuş olursunuz. Məsələn, körpəlikdən biz bəzi valideynləri müşahidə etdikdə görürük ki, uşaq təzə ayaq tutub yeriyir və o dünyanı kəşf etməyə maraqlıdır və divana çıxmaq istəyir, stola çıxmaq istəyir. Valideyn görür ki, uşaq əziyyət çəkib, birinci dəfə çıxmağında çətinlik çəkir, ikinci dəfə, üçüncüsündə özü hazır uşağı qaldırıb divanda otuzdurursa, yəni xırda bir addımdır, amma bu cür buna bənzər o qədər hadisələr yaşanır ki, yəni hər şeyi hazır vermək, uşağa imkan vermirik ki, məsələn, o çətinliyin öhdəsindən özü gəlsin, özü çabalasın, özü nail olsun. Əlbəttə, ikinci, üçüncü addımda mütləq ki, onu yerinə yetirəcək. Yəni bu mənada xüsusən qoruyucu valideynlər bu səhvi çox edirlər və araşdırmalar da göstərir ki, məhz qoruyucu valideynlərin övladları bu barədə, yəni iradə zəifliyindən əziyyət çəkirlər. Yəni, qısacası, övladınızın çətinliklərlə üzləşməsini təmin edin. Ən pik halda, yəni ən son məqamda, əgər tamamilə gücünü aşırsa, o tapşırıq və yaxud da onun üçün çox çətindirsə, kiçik addımlarla kömək etmiş olarsınız, amma həmişə, hər zaman olmamaq şərti ilə. Addım 4. Bəli, iradəlilik həm də davamlılıqla birbaşa bağlıdır. Yəni, bir işi axıra qədər görmək, davamlı olmaq, disiplinli olmaq. Əgər bugün biz bu tapşırığı uşağa veririksə, sabah uşaq bu tapşırığı etməyəcəksə, yəni hər hansı bir qaydanı xüsusilə qoyuruqsa, bugün edib sabah o qaydanı etməməsi də birbaşa uşaqda iradə zəifliyinə gətirib çıxarır. Yəni, söz veririksə, onu mütləq şəkildə arxasında durmalıyıq, disiplinli olmalıyıq və bu prosesin davamlı olmasını uşaqda gözləməliyik və təmin etməliyik. İradəlilik həm də məsuliyyət hissi ilə birbaşa əlaqəlidir. Yəni, kiçik yaşlarından uşağa öz öhdəliklərini, evə xidmət bacarıqları olsun, özünə xidmət bacarıqları olsun, bunu uşaqda yarada biliriksə, bu cür uşağımızı yetişdirə biliriksə, əlbəttə uşağımız öz məsuliyyətini yerinə yetirdiyi üçün bu zaman həm də onunla dolayı yolla onda iradə də inkişaf etmiş olacaq. Özünə xidmət vərdişləri nədir? Öz paltarını qatlamaq olsun, soyunub səliqəli yerinə qoymaq olsun, eyni zamanda ayaqqabılarını gələndə yerinə qoymaq olsun, çantasını yığmaq, çantasını səliqəli saxlayıb yerinə dəftər kitablarını yığmaq. Bəzi valideynlər var ki, inandırım sizi ki, hələ də uşaqların məktəbə gedərkən birinci sinifdən bu başlanmalıdır. Birinci sinif olsun, üçüncü sinif olsun, beşinci sinif olsun, paltarlarını özləri asırlar, özləri çantalarını yığırlar ki, bax bu da uşağın edə biləcəyi yaşda, edə biləcəyi öhdəlikləridir. Buna da imkan vermirlər ki, uşaqda bu məsuliyyət hissi formalaşsın, həm də məsuliyyət hissi ilə bərabər iradəli, dözümlülük dolayı yolla formalaşmış olur ki, bax buna da imkan yaratmağımız lazımdır. Daha sonra siz övladınızla səbir tələb edən oyunlar da oynaya bilərsiniz. Səbir tələb edən oyunlar hansı oyunlardır? Xüsusilə puzzlelar, legolar, puzzlelar kiçik hissəli puzzlelardan başlayaraq uşağın yaşına görə çox tərkibli puzzlelara keçə bilərsiniz. Puzzle çox mükəmməl, uşağın iradəsini inkişaf etdirmək üçün gözəl bir metodikadır. Həmçinin legolarda bu sıraya aid etmək olar. Çünki legolarda kodlar şəklində uşaq səbirli olaraq hissələr düzgün yığmalıdır. Bəzən səhv olur, onu söküb yenidən axıra qədər təmkinli olub o legonu yığıb bütöv bir parçanı ərsəyə gətirməsi üçün müəyyən etaplardan keçməlidir, səbirli olmalıdır. Bu mənada legoların özü də, həmçinin də konstruktor tipli oyunların özü də uşaqlarda yüksək dərəcədə iradənin formalaşmasına təkan verir. Bununla yanaşı, mən sizin övladınıza tısbağa oyunu oynamağı da məsləhət görürəm. Tısbağa oyunu necə bir oyundur? Əlbəttə, çox oyunlar var. Sadəcə bugün birini səsləndirirəm ki, sizə kömək olar. Tısbağa bilirik ki, çox yavaş hərəkət edən bir heyvandır və biz övladımızla belə bir yarışma keçiririk.
biraz uzaq hissədə bir stol qoyulur və stolun üzərinə hər hansı bir oyuncaq və ya əşya yerləşdirilə bilər. Biz övladımıza deyirik ki, hər ikimiz də tısbağayıq. Bizim məqsədimiz gedib o əşyanı götürməkdir. Amma biz tez getmək üçün yarışmayacağıq. Ən gec gedən qalib olacaq. Bəli, ən gec gedən. Əmin olun ki, siz bunu öz uşağınızda eləyin. Hətta özünüz də şahid olacaqsınız ki, bir oyunla belə uşağınızı diaqnostika edəcəksiniz ki, o nə qədər iradəlidir, nə qədər səbirlidir, nə qədər təmkinlidir. Əksərən biz bu oyunu uşaqlarla oynayanda görürük ki, uşaqlar daha sürətli getməyə meyilli olurlar. Yəni onların səbri olmur ki, asta-asta dediyimiz kimi tısbağalar asta yeriyirlər. Biz ən gec gedən qalib olacaq. Nə qədər gec gediriksə qalib ola bilərik. Baxırsan ki, uşaqlar buna riayət etməkdə çətinlik çəkirlər və siz də məhz bu oyunu oynadaraq, uşağınızla birlikdə oynayaraq onun iradəli olub olmadığını bu cür təxmin edə bilərsiniz. Dediyimiz kimi tısbağa oyunu da çox maraqlı oyundur. Buna bənzər digər oyunları özünüzdə yarada bilərsiniz. Necə bir oyunlar yarada bilərsiniz? Gözlə, dayan, davam et tipli oyunlar da. Məsələn, tutaq ki, belə deyək, hər hansı bir sevdiyi bir oyun var və yaxud da sevdiyi bir rəsm var, onu çəkməyə çalışır. Arada dayandırırıq, gözlə, 1-2 dəqiqə gözləyir, yenidən davam et, yəni oyuna davam edə bilər. Yəni bunu özünüz də yarada bilərsiniz. Daha sonra isə uşaqda iradəni formalaşdırmaq üçün iradə dilindən istifadə etmək lazımdır. Bəli, iradə dili nədir? İradə dili odur ki, biz uşaqda görürük ki, doğrudan da artıq əvvəlkinə nisbətən gözləmə bacarığı yaranıb, səbirlidir, tapşırıqları axıra qədər edir, çətinliklərin öhdəsindən gəlir. Bunun üçün geri bildirimlər mütləq etməyimiz lazımdır. Bəli, afərin, dünənə qədər sən əgər stolda oturub tapşırığı bir 10 dəqiqə ərzində edə bilmirdinsə, artıq bu 20 dəqiqəyə qədər sən belə deyək, stolda otura bilirsən və davamlı tapşırıqların üzərində qala bilirsən, əvvəl sənin üçün çətin görünən şeylərin öhdəsindən indi artıq gələ bilirsən deyib, bu cür geri bildirimlər etməyimiz lazımdır. Buna həm də biz psixologiyada aynalandırma texnikası deyirik. Yəni bir növ güzgü kimi onda gördüyümüz müsbətləri ona əks etdirməyimiz lazımdır. Bu da əlbəttə uşağı motivasiya edir və onu həvəsləndirərək daha da iradəli olmağa sövq edir. Həmçinin onu da qeyd edeyim ki, uşağın iradəli olmağı onun özünün qərar verməsi ilə də bağlıdır. Qərar vermək nədir? Qərar vermək odur ki, əzizlərim, siz çalışacaqsınız ki, uşağınızın ümumiyyətlə iradəli olmaq, özgüvənli olmaq, özünə inamlı olmağını istəyirsinizsə, mütləq onun hər zaman seçim etməsinə, özü bir məsələdə qərar verməsinə səbəb olun, təmin edin bunu. Yəni necə? Tutaq ki, uşaq dərslərini etməlidir, siz ona seçim verə bilərsiniz ki, riyaziyyat dərsindən başlayaq, yoxsa Azərbaycan dili dərsindən. Uşaq özü seçim eləyəndə, özü seçdiyi üçün həqiqətən özü də həvəsli olur, özü də çalışır ki, verdiyi qərarın arxasında dursun. Bu zaman biz belə deyə bilərik ki, iradəlilik insanın öz seçimləri, öz qərarı ilə də birbaşa əlaqəlidir. Bəli, sonunda onu qeyd edeyim ki, əziz valideynlər, bir daha unutmayaq ki, əgər bizim övladımız iradə cəhətdən güclüdürsə və biz uşaqlıqdan, dediyim kimi 0-5-6 yaş aralığında əsas o özül qoyulur ki, o yaş dövrünü düzgün şəkildə uşağımızı inkişaf etdirmişiksə, iradə cəhətdən düzgün şəkildə o iradəni onda möhkəmləndirmişiksə, əmin olun ki, uşağınız gələcəkdə də çox yaxşı çalışacaq, çalışqan, uğurlu bir şəxsiyyət kimi formalaşacaq və dediyimiz kimi siz də bu mənada övladınızla fəxr etmiş olacaqsınız.